ölkəsində 1993-2004-cü illərdə Qudad şəhər Şəhid Kərim Məhərrəmov adına 3 nömrəli məktəbdə oxuyur. 2004-2009-cu illərdə Azərbaycan Dənizçilik Kollecində təhsil alır. Elsəvər Yaliyev hərbi xidmətin Naxçıvanda keçirir. Hərbi böyük müharibə olduğundan orduya yenidən qayıdır. 5 ildən çox başçavuz rütbəsində qulluq edir. 2015-ci ildə Moskvada keçirilən qəlbə paradında iştirak edir və xüsusi medala layiq görülür. Yaliyev Elsəvər bizim universitetlərdən bir məşğul olsa da, o çox savadlı, çalışqan, məsuliyyətli, vətənini xalqa sevən bir gənc kimi yetişmişdir. Fəxr edirik Elsəvərin tarix yazan hünəri ilə, fəxr edirik Elsəvərin vətənpərvər ürəyi ilə. Elsəvər Yaliyev 2016-cı il aprel döyüşlərində iştirak etmişdir. O 2020-ci ilin sentyabrın 27-sində başlanan Vətən müharibəsində Elsəvər də hərbi qulluqçu kimi vətənin müdafiəsinə qalxır. O Vətən müharibəsi başlayan gündən hərbi əməliyyatlarda iştirak edir. O yaralı döyüş yoldaşlarını savaş meydanına çıxararaq Zəhir hospitala çatdırdı. Qəhrəmanlıqla həlak olan generallarımız, Murat Həşimov, İlqar Mirziyev kimi oğullarımız son kimi qəhrəmanlığa səsləyirdi. Sentyabrın 30-u sonuncu zəng sanki şəhid olacağını hiss etmişdi. Elə həmin gün ağır, amma vətən üçün qürur verici bir xəbər aldı. Onu sevənlərə. Doğma vətən Azərbaycan, oğulların bir qəhrəman, sən üçün keçib candan ölməzliyi qazandılar, şəhid olub səmalara ucaldılar. Sentyabrın 30-da Qaraxanbəlidə gedən şiddətli döyüşlərin birində Elsəvərin və yoldaşlarının olduğu hərbi texnika düşmənlər tərəfindən vurulur. Onların olduğu hərbi texnika bir ay döyüşlərin intensiv getdiyi ərazidə qalır. Doğmaları Elsəvərlə nə qədər əlaqə saxlamalı çalışsa da heç alınmır. Oktyabrın 3-də məlumat yayılır ki, Elsəvərin olduğu hərbi texnika vurulub. Lakin Elsəvər hələ də sağ-salamatdır. Yalnız bir ay sonra Oktyabrın 29-da Elsəvərin ailəsinin onun şəhid olduğu bildirilir. Növbəti